süni intellekt sürətlə inkişaf edir və biz həm təhsil işçiləri, həm tələbələr, ümumiyyətlə hər kəs bu süni intellekt müəyyən qədər həyatımızda var və biz bundan gündəlik istifadə edirik. Müəllimlər süni intellektdən istifadə etməklə həm zaman cəhətdən çox qabağa düşə bilərlər, həm də tələbələrə daha maraqlı məlumatlar ötürə bilərlər. Artıq tələbələr, Avropa ölkələrində belə bir nümunə var ki, tələbələr öz sərbəst işlərində, məqalələrində süni intellektdən istifadə edəndə artıq onlara o irad kimi bildirilmir. Sadəcə onlar deyirlər ki, yazdığın promptu, yəni verdiyin süni intellektə tapşırığı da bizə həmin məqalə ilə bərabər göndər ki, bizi bilirsən süni intellektə necə yanaşmısan, süni intellektə necə tapşırıq vermisən. Sadəcə bizim onunla necə davranmağımız, əsas prompt mühəndisliyi önəmlidir. Bizim süni intellektə necə tapşırıq verməyimiz önəmlidir. Və bu cəhətdən müəllimlər həm də tələbələr süni intellektin prompt mühəndisliyi tərəfini araşdırsalar, məncə onların işlərinə çox kömək olar. Bilirik ki, hər mövzunun seçilməsi, o mövzunun slayda yerləşdirilməsi, şəkillərin əlavə olunması, bunlar müəyyən qədər zaman alan məsələlərdir və tez-tezdə müəllimlərin slaydı müraciət etməyi onlara daha çox vaxt aparır. Ondan başqa test suallarının hazırlanmasında istifadə edə bilərlər. Məsələn, süni intellekt vasitəsilə sualları hazırlayıb, proqramlar var ki, onları əlavə edə bilərlər. Hətta bəzi proqramlar var ki, onlar tələbələrdə, şagirdlərdə maraq doğurmaq üçün viktorina tiplidir. Ora siz sualı əlavə edəndən sonra tələbələrə link olaraq göndərilir və tələbələr suallara cavab verdikcə müəllim həm izləyə bilir ki, tələbələr, məsələn, orada belə bir qadağı var ki, tələbə imtahan suallarına cavab verərkən həmin proqramdan çıxış edə bilməz, digər yardımcı vasitələrdən istifadə edə bilməz. Əgər çıxış olarsa, onu da görsənəcək. Mənim sahəm kino və televiziya sahəsidir. Həm də Mədəniyyət Fen Sənət Universitetində çalışıram. Bəzən ağlımızda bir ideya olurdu, onu çəkmək istəyirdik. Müəyyən maliyyə və yaxud vaxt cəhətdən biz onu çəkə bilmirdik. Amma süni intellektdən sərhəd tanımır süni intellekt. Biz istədiyimiz bir şeyi çəkə bilərik, yarada bilərik. Misal üçün, Hərbi Hava Qüvvələri günündə biz bir ideyamız var idi ki, biz istəyirdik Azərbaycanlı gənc bir pilotdur, hərbi təyyarədə ilk uçuşunu həyata keçirəcək və istəyirdik belə bir göstərək ki, o səmada tək deyil. Bizim Hərbi Hava Qüvvələrinin Vətən müharibəsi qəhrəmanları onu sağda və solda müşahidə edirlər ilk uçuşunda. Biz bunu real zamanda çəksək, istər-istəməz həm maddi, həm texnoloji imkanlardan müəyyən qədər çətinlik yaşaya bilərdik, həm icazə məsələsində. Ancaq süni intellektdən hardasa bir yarım saat ərzində biz onu düzəltdik. Həm ssenaridə süni intellektdən istifadə elədik, həm musiqidə süni intellektdən istifadə elədik, həm də ki, şəkil və video generasiyasında. Məncə tənbələşməkdən daha çox ideyalarımızı reallaşdırır, həm zaman cəhətdən bizə kömək eləyir. Bildiyimiz kimi, təhsil müəssisələri hər bir artıq sosial şəbəkə hesablarından çox aktiv istifadə edir. Çünki bir tələbə bir universitetə qəbul olmaq istəyəndə ilk öncə girir onun sosial şəbəkə hesablarını izləyir ki, görün bu universitetdə təhsil necə keçirilir, tələbənin gündəlik həyatı necə olur, tədbirləri necə olur. Və biz universitetlərdə süni intellektdən səhifələrdə istifadə etməklə maraqlı kontent yaratmaq olar. Misal üçün, teatr günündə mən gözləyirdim ki, açığı teatrlardan da və yaxud başqa teatr yönümlü, incəsənət yönümlü sahələrdən də maraqlı süni intellektdən işlər düzəldir. Amma çox təəssüf ki, demək olar ki, çox cüzi bir-iki yerdə rastıma çıxdı. Əsasən teatr səhnəsi və yaxud da 2 dənə maska paylaşılıb, teatr günü təbrik olundu. Ancaq süni intellektdən istifadə etməklə daha maraqlı. Misal üçün, məndə teatr muzeyindən universitetin 100 illik filmi ilə bağlı müəyyən kadrlar götürmüşdük, şəkillər. O şəkillərdən bizim universitetin 1930-cu, 40-cı illərinə aid şəkillər var idi. Və biz Azərbaycan teatrından bizim universitetin bu 100 illik dövrünə aid o köhnə şəkilləri birinci restavrasiya edib, bərpa edib süni intellektdən, sonra onları video kimi canlandırır və çox maraqlı bir video ərsəyə çıxmışdı. İnsan o dövrü bir növ qayıdırdı, tələbələr bir növ bizim universitetin necə yarandığını və 100 ildə teatr necə xidmət elədiyini o videoda əksini tapırdı. Qısa bir dəqiqəlik video idi və çox zaman da aparmamışdı artıq bunu yaratmaq. Məncə müəyyən bu özəl günlərdə, posterlərdə, afişalarda, konsertlərin afişalarında, panellərdə süni intellektdən istifadə edib daha maraqlı kontent yaratmaq olar. Çünki süni intellektin sərhəddi yoxdur. İstədiyimiz mövzuda, istədiyimiz tərəfdən ondan istifadə edə bilərik. Təbii ki, o təhlükəsizlik tərəfləri var. Məncə şəxsi məlumatlardır. Bundan ötürülməsi gələcəkdə problem yaradır. Həm şəxsi məlumatlar, həm müəyyən ola bilər ki, hesabları ilə bağlı çox detallı şəkillər, öz şəkillərinin oraya əlavə olması ola bilər ki, gələcəkdə problem yarada bilər. Ona görə müəyyən qədər bacardığımız qədər şəxsi məlumatlarımızı uzaq eləməliyik süni intellektdən, proqramlara, yəni ötürməkdən. Yəni bu təkcə süni intellekt proqramına deyil, ümumiyyətlə internetdə hal-hazırda olan müəyyən proqramlar var ki, orada da təhlükəsizliyimizi qorumaq üçün şəxsi məlumatlarımızın paylaşılmasının qarşısını almalıyıq. Məndə bir qısa metrajlı film var idi. O vaxt 80-90-cı illərdə Sovet dövründə kompüterin ilk çıxdığı, məşhurlaşdığı vaxtlardır. İş yerində bəzi insanlar onu istəmirlər, ondan istifadəni falan və getdikcə işlərini itirirlər.
Yəni biz istəsək də istəməsək də bu bizim həyatımıza girir. Və o vaxtdan bu yana kompüter necə bizim həyatımızın ayrılmaz hissəsinə çevrilibsə, işimizdə, hər şeydə ondan istifadə ediriksə, süni intellekt də getdikcə mənim fikrimcə belə olacaq. Ona görə də məncə onunla dost olmaq daha bizə xeyir gətirər.